Həyatda elə insanlar var ki, onların amalı, enerjisi, erudisiyası, zəhmətsevərliyi vətənə, xalqa, millətə xidmət ruhuna köklənib. Belə insanlardan biri də uzun illər Kənd Təsərrüfatı Nazirliyində və Nazirlər Sovetində müxtəlif vəzifələrdə işləmiş. Doğulub boya başa çatdığı Cəbrayıl rayonunda 8 ilə yaxın icra hakimiyyətinin başçısı vəzifəsində çalışmış. Milli Məclisin deputatı olmuş, iqtisadiyyat üzrə fəlsəfə doktoru Hacı Kərəm Əliyevdir. Cəbrayıl ərazisi müxtəlif dönəmlərdə bir sıra tarixi hadisələrin izlərini özündə yaşadan bir yurt yeridir. Rayon ərazisindəki müxtəlif məkanların adları Dədə Qorqud dastanında da keçir. Bu ərazilər Şəddadilər, Teymurilər, Qaraqoyunlu və Ağqoyunlu, 16-cı əsrin əvvəllərindən Səfəvilər dövlətinin, 18-ci əsrin ikinci yarısından 19-cu əsrin əvvəllərinədək Qarabağ xanlığının tərkibində olub. Araz çayı üzərində eramızdan əvvəl 5-3-cü əsrlərdə tikilən 11 aşırımlı, 1-ci əsrdə tikilən və 12-ci əsrdə bərpa olunan 15 aşırımlı Xudafərin körpüləri dünya memarlıq sənətinin ən nadir incilərindən biridir. Şəxsiyyətin həyatının formalaşmasına təsir edən amillərdən biri zamandırsa, onun ikinci amili zamanın əksdəyə olan məkandır. Cəbrayılın görkəmli yerləri çox olub, tarixi abidələri çox olub. Məsələn, yüzlərlə türbələr olub, yaşı yüzləri keçmiş çinarlar olub, yüzlərlə kəhriclər olub. Azərbaycanın aşıq sənətinin Homeri sayılan Şah İsmail Xətainin dövründə onun sarayında aşıqlar ansamblı olub. Bu aşıqlar ansamblının rəhbəri Aşıq Dirili Qurbani olub. Aşıq Dirili Qurbani hardandır? Cəbrayıldan. Və onun ardıcılları olub. Cəbrayıllar özlərinin ziyalıları ilə həmişə fəxr etmişlər. Mircəfər Bagirovun dövründə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Temur Quliyev olmuşdur. Həmin dövrdə Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin ideoloji işlər üzrə katibi Həsən Həsənov olmuşdur. SSR məkanında ən tanınmış riyaziyyatçılardan akademik Əşrəf Hüseynov. Ondan sonra Azərbaycan təhsilinə 25 il rəhbərlik eləmiş akademik Mehdizadə, Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Türkoğlu Tofiq Hacıyev akademik. Müasir dövrü götürsək, Milli Bankın sədri, baş prokuror, Azərtacın sədri, indiki Milli Bankın sədri və s. o dediklərimi göstərir. Bundan başqa Cəbrayıllar özlərinin qəhrəmanları ilə də fəxr eləmişlər. Məsələn, 2-ci Dünya Müharibəsində hər 10 nəfərdən 4 nəfər şəhid olub. 43 nəfər Sovet İttifaqı qəhrəmanı layiq görülür. Onlardan da biri Cəbrayıllıdır, yəni Cəmil Əhmədov, Polşa torpaqlarının işğaldan azad olunmasında Sovet İttifaqı qəhrəmanı adını layiq görülür. Yazıcı Sabir Əhmədovun qardaşıdır. Sonradan da 1-ci Qarabağ müharibəsində də biz 400-ə qədər şəhid vermişik. Onlardan 7-si milli qəhrəmandır. 1950-ci il aprelin 1-də Cəbrayıl şəhərində anadan olan Kərəm Əliyev sadə bir Azərbaycan ailəsində böyüdü. Kərəm orta məktəbdə yaxşı oxuyurdu və təhsilə olan marağı onu daim irəli aparırdı. Bu baxımdan Kərəm Əliyevin idmana, xüsusilə futbola olan həvəsi digər gənclərdən tamamilə fərqlənirdi. Kərəm müəllim çox məqsəd yönlü, zəhmətkeş, istedadlı, yaxşı fiziki keyfiyyətlərə malik olan bir insandır. Qısa bir müddətdə Kərəm müəllim çox yüksək perspektivli bir idmançı sayıldı. Kərəm müəllim həmişə təpərli, həmişə cəhdli, seçili bir uşaqlardan. Özü qarşısına qoyduğu məqsədə həmişə çatmağa cəhd edib. Və təsadüf deyil ki, onun orta məktəbdə oxuduğu illərdə futbola marağı oyandı. Və çox maraqlıdır ki, onun idman karyerası həvəskar idmandan birbaşa peşəkar idmana çox qısa vaxtda onu fəth elədi. O zaman futbol Kərəm Əliyev üçün hər şey idi. O öz gözəl oyunu ilə adını dünya futbolunun tarixinə yazmağı arzulayırdı. 66-cı ildə bilirsiniz ki, SSR çempionatı futbolda
Başa çatandan sonra 3 aylıq fasilə olur və o fasilə vaxtında fiziki hazırlıq mərhələsi başlayır. Və o dövrdə də Azərbaycanın müxtəlif yerlərindən gənclər cəlb olunur ki, gələcəyi Neftçiyə götürsünlər. Mən də həmin sporda iştirak elədim və 2 aydan sonra onların içərisindən təkcə məni Neftçi komandasının əvəzedici heyətinə götürdülər. Sonra Əhməd Ələsgərov bizim baş trenerdi, çox yaxşı adam idi, Allah ona rəhmət eləsin. Mənə dedi ki, bilirəm sən rayondan gəlmisən, Kirədə yaşayırsan. Sənin üçün bu yəqin ki az olacaq. Gəl səni göndərin Polad Sumqayıta. Orada maaş yüksəkdir. Ondan sonra oradan səni əsas heyətə götürərəm. Dedim, etiraz eləmirəm, mənə sərf eləyir. Buradan məni göndərdilər Sumqayıta. Bir 15 gündən sonra məni çağırdılar Azərbaycan Futbol Federasiyasına. Raufat Gözəlov vardı. Mənə dedilər, Gəncənin o vaxt Kirabat deyirdilər. Dinamo komandası yüksək liqaya çıxıb, ona görə sən orada gedib oynamalısan. Elə oldu ki, bir aydan sonra bizə Moskvadan məşqçi gətirdilər, 15 gündən sonra. Mənə dedi ki, sən çox perspektivli oyuncusan. Mən istəyərdim səni göndərəm Moskvaya. Mən Azərbaycanda oynamaqda məqsədim ondan ibarətdir ki, mən sübut eləməliyəm ki, Azərbaycanlılar da futbol oynayır. Mən o qədər möhkəm hazırlaşmışam ki, təkcə Dinamo Kiyevə 4-5 dənə top vurmağımı planlaşdırmışdım. O dərəcədə hazır idim. Axırıncı oyun oynayırıq, ondan sonra səhər tezdən çıxırıq Bakıya. Oyun vaxtı mənə yaxınlaşdı, trener dedi ki, sən oynama. Sən artıq əsas heyətdə 9 nömrəsən, Ruslan Abdullayev səni əvəz eləyəcək. Mən özümü saxlaya bilmədim, oynadım. Birinci daim 2 gol vurdum. Mən bu axıra 15 dəqiqə qalmış, hamını Allah'tan ona təkbətər çıxanda, böyründən geçəndə bu məni vurdu. Göydən düşdüm yerə sürüşə, qanın içində məni çıxartdılar çölə. Onun qazandığı uğurlar, başqalarının qəlbində oyatdığı qısqanclıq hissləri, öz məqsədinə çatdığı ən pik nöqtədə oyun zamanı ağır zədə almasına və çox sevdiyi futboldan uzaqlaşmasına səbəb oldu. O vaxt bütün Cəbrayıllar kimi mən də fəxarət hissi ilə onun Neftçi komandasında, Gəncənin Dinamo komandasında oynadığı vaxt bütün uğurlarını izləyir və fəxarət hissi keçirirdim. Təəssüflər olsun ki, onun futbol karyerası uğurlu olmadı. Şöhrətinin zirvəsində olduğu bir vaxtda yüksəklikdən yuvarlanan Kərəm Əliyevin sarsıntısını başa düşmək olardı. Ancaq o bilməli idi ki, həyatda baş verən hadisələr heç də təsadüf olmur. Məhz bu səbəbdən Kərəm Əliyev bütün ümidini təhsilə bağladı. Elm futboldan fərqli olaraq Kərəm Əliyevə xəyanət eləmədi. Çünki bu dəfə mübarizə meydanında onun yanında təmiz və zamanın daha da saflaşdırdığı müdrik insanlar var idi. Kərəm Əliyev pillə-pillə yenidən zirvəyə yüksəldi. O, 1974-cü ildə Dadaş Bünyazadə adına Xalq Təsərrüfatı İnstitutunu, 1986-cı ildə Marksizm-Leninizm Universitetini müvəffəqiyyətlə bitirdi. 1989-cu ildə isə Bakı Ali Partiya Məktəbinin dinləyicisi oldu. 1992-ci ildə Türkiyənin Bursa şəhərində özəlləşdirmə və sərbəst bazar iqtisadiyyatı üzrə kursu müvəffəqiyyətlə bitirərək xüsusi diploma layiq görüldü. Kərəm müəllim qarşısına məqsəd qoymuşdu yaxşı iqtisadçı olmaq. O, universiteti müvəffəqiyyətlə bitirdi. Qısa bir müddətdə enlər namizədi elmi dərəcəsi aldı. Nazirlər Kabinetində məsul bir vəzifəyə qədər yüksəldi. Bütün bunlar Kərəm müəllimə istedadı və zəhməti hesabına başa gəlirdi. Onun xarakterik cəhətləri məncə ilk növbədə onun liderliyi idi və hər bir şeydə birinci olmaq istəyirdi gəncliyində. O dediyim o liderlik xassiyyətləri, o birincilik xassiyyətləri ona yəqin ki, ona məxsus olan bu xassiyyət ona imkan verdi ki, həyat yolunda inamla addımlasın və nə işlə məşğul oldusa, orada özünü realizasiya eləməyə çalışdı. Bu günlər Azərbaycan cəmiyyətində tanınmış bir ziyalıdır. Özünə məxsus olan bir Cəbrayıl bir toplumu desək, toplumunda çox sevilən, hörmət olunan insanlardan biridir. Kərəm ən ağır bir məqamda Cəbrayılın icra başçısı oldu. Kərəmin o necə deyir, həssaslığı, xəssiyyətinin ən yaxşı tərəfləri mən elə gəlir ki, bu dövrdə özünü ən çox
biruzə verilir. Hər bir insana qayğı göstərmək lazımdır, hər bir insanı tapmaq lazımdır, axtarmaq lazımdır. Bu başçının ən əsas vəzifələrindən biridir. Və Kərəm hesab edirəm ki, bu missiyanın öhdəsindən çox həssaslıqla, çox böyük bir vətənpərvərliklə gəldi. Kərəm Əliyev cənnət diyar Cəbraili cəhənnəmə çevirənlərin əməlinə biganə qala bilməzdi. Rayon ərazisinin 95%-nin işğalından bir gün sonra 1993-cü il avqustun 23-də Kərəm Əliyev Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə rayon icra hakimiyyətinin başçısı təyin edildi. Nazirlər Sovetində Aqrar İslahatlar bölməsinin müdiri işləyirdim. O vaxtı böyük vəzifə sayılırdı. Bir gün mən evə gələndə mənə dedilər ki, sabah saat 3-ün yarısında olmalısınız prezident aparatına. Səhər saat 6-da November Heydər Əliyev bizi qəbul elədi, Allah rəhmət eləsin. Səhərisi gəldik, Mahmudlu stansiyası var Cəbrayılda ora. Mən oraya düşəndə, Mahmudunu görəndə dəhşətə gəldim ki, bura nə vəziyyətdədir. Kərəm müəllim cəmaatın dağdan ağır dərd yükünü öz üzərinə götürməklə yanaşı cəbhəyə, döyüşə göndərilmişdi. 27 illik fasilədən sonra o yurdunun yasına, həm yerlərinin dərdinə şərik olmağa gəlmişdi. Ağla gəlməz bəlalardan əziyyət çəkən adamların könül yaralarına məlhəm olmağa gəlmişdi. O Cəbrailə gələndə ömrünün ən bəxtəvər günlərində yaşadığı doğma ata yurdunun yerində dağlı viran qoyulmuş, xarabazara çevrilmiş və qarət olunmuş bir oba gördü. Adətən görmüşdük ki, rayon rəhbəri təyin olan insanları xüsusi təqdimat keçirirlər, nümayəndələr gətirib onu təqdim edirlər. Lakin Kərəm müəllim talehinə belə bir qismət oldu ki, o yalnız canlarını götürüb qaçmış insanlarla qarşılaşdı. İnsanlar pərən-pərən düşmüşdü. Belə bir gərgin vaxtda Kərəm müəllimin birinci iş günü başladı. Təsəvvür eləyin ki, həmən səhnəni biz canlı şahidi olmuşuq, görmüşük. Uzun müddət yüksək vəzifələrdə işləmiş insan üçün belə bir mənzərə necə idi? Kərəm müəllim özünün yaşamağı yeri olmayan vəziyyətdə həmən günü elə dərhal insanların təxliyəsi ilə ciddi məşğul oldu. Kərəm Əliyev bir tərəfdən pərən-pərən düşmüş hərbiçilərlə görüşərkən nizam-intizamın bərpa olunması üçün əlindən gələn eləyirdi. Dağılmış idarə strukturunu bərpa elədi. Respublikanın 2000-ə yaxın yaşayış məntəqələrinə səpələnmiş əhalinin uçotunu təşkil elədi. İctimai əmlakın təhlükəli ərazidən çıxarılması üçün səfərbərlik elan elədi. Bunun nəticəsində 260 ton barama, 263 ədəd avtomaşın, 258 ədəd traktor və sair əmlakın təhlükəli ərazidən çıxarılmasına, habelə 3500 ton üzümün sahələrdən yığılaraq üzüm zavoduna göndərilməsinə və zavodun özünün də işə salınmasına nail oldu. Kərəm müəllim dərdlərə çarə, problemlərə çözüm axtarırdı. Ən çətin vəziyyətlərdən belə çıxış yolu tapırdı. Müəllim, təsərrüfatçı, mühəndis, siyasətçi kimi danışırdı. Yeri gələndə kiminləsə övlad kimi, kiminləsə valideyn kimi danışırdı. Taleyin onun çiyninə qoyduğu ağır yükü daşımaq üçün bu dilləri öyrənmişdi. Ən əsası isə ondan ibarət idi ki, insanlar ona inanırdılar. İsti kabinetini, yaxşı maaşlı vəzifəsini qoyub qrad mərmiləri altında olan Cəbrailə getməyi onun yüksək vətənpərvərliyindən danışır. Rayonun müdafiəsi yarılmışdı. Hər gün ölüm, hər gün yaralı. Belə bir vəziyyətdə Kərəm müəllim bizi də başına yığdı, rayon rəhbərliyin çox yüksək səviyyədə işlər gördük. O dövrdə Cəbrailin acınacaqlı ağır vəziyyətində hərdən o kövrəlirdi. Elə bir vəziyyətə düşürdü ki, əlacı olmurdu, imkanı olmurdu ki, nə isə bu işləri həll edə bilsin. Yəni o imkan daxilində bizlik deyildi. Ən gərgin bir vaxtda o icra başçısı təyin olundu.
Kərəm Əliyevin keçdiyi həyat yoluna nəzər salanda istər-istəməz düşünürsən ki, məhz bu cür keşməkeşli ömür yolu onu əsl vətəndaş eləyir. Bir ailənin, nəslin yox, bütöv bir xalqın oğluna çevirir. Səhər tezdən birinci növbədə getdim. Ordunun harada yerləşməsi ilə tanış oldum. Bundan sonra göstəriş verdim ki, təcili bu otaq tapmaq lazımdır. Orada işıqdır, telefondur, bunları çəkdirmək lazımdır ki, aparatın işçiləri bir yerdə əyləşsin də, oturaq işləyək. Mənim yanıma Şaban müəllim gəlmişdi. Onlar da Xudafirin körpüsündə su elektrik stansiyası tikirdilər. Mənə söhbət edən vaxtı bu kişi birdən atışma başladı. 6 saat deməli toplar, tanklar, qıratlar, ondan sonra da 48 dənə tankla, T-80 tankları ilə bizə ayrı-ayrı yerlərdən hücum elədilər. Biz məcburiyyət qarşısında qalıb, Arazda tərəfə cəmaatı çəkdik ki, çıxaq oradan da. Mən görürdüm onları, evləri yandırırdılar, aramızda olar ki 500 metr, 1 kilometr məsafə. Nəysə gəldik çayın qırağına. Şaban müəllim çox təcrübəli bir adam idi. Uzun müddətdə o su elektrik stansiyalarının tikilməsinə iştirak edirdi. Mənə dedi Kərəm müəllim, biz keçməliyik İrana. K-700 maşın var idi. Gəldik, oturduq, dedik ki, bəs bununla keçək. Girdik Arazın içi ilə, Şaban müəllim bana tapşırdı ki, Arazın axarı istiqamətində sür. Gəldik Arazın ortasına çatanda birdən traktorun başı qalxdı, sular qalxıb da. Dərdinə düşmüşü, təkər qalxıb altdan yuxarı öz-özünə gedir. Maşın nəysə aşmır. İrana tərəf yaxınlaşanda İranın sərhədçiləri silahı çöndərdilər bizim üstümüzdəki dəhən. Düşmüşəm, Arazın içi ilə getmişəm bunun yanına. Onların da icra başçısını mən bir dəfə gəlib bizə qonaq aparmışam. Məcbur köçkünlərin İmişlidə, Beyləqanda yerləşdiyi yerləri göstərmişəm, gəzmişik, dost olmuşuq, münasibətimiz var. Cəbrayılın əhalisini, dövlət əmlakını, malqaranı və s. xilas etmək üçün yeganə yol Araz çayından İrana keçmək idi. Və bu missiyanın öhdəsindən Kərəm müəllim uğurla gəldi. Bir K-700 traktoru tapıldı, gətirdi, bununla keçmək istədi İrana. O vaxtda Araz çayı o qədər gür axırdı ki, deməli Araz az qalmışdı ki, o K-700 traktorun aşırsın, bitər, o tərəfə çıxdı. Gedib oradan da danışmışdı rəhbərliyi ilə, ondan sonra bir də keçdi, gəldi biz tərəfə. Arvad, uşaq, hamısı Xudafərin, bax o zona təmiz əhali ilə dolub. Bax, belə bir vaxtda Kərəm müəllimin atası rəhmətə gedib, qara kişi, hörmətli kişi idi, çox hörmətli, rayonda tanınmış, əvvəllər kolxoz sədri işləmiş, rayon əhalisinin tanıdığı bir şəxsiyyət idi. Araz çayının o biri tərəfində məscid vardı. Getdik orada, məsciddə namaz qılıldı, ondan sonra çayla ehsan verildi və Quran oxundu rəhmətliyin ünvanına. Həyatını təhlükəyə ataraq Araz SSR rəhbərliyi eləyən bir nəfərlə İran tərəfə adladı və köçkün düşmüş insanların İrana keçməsinə icazə aldı. Onları məhv olmaqdan xilas elədi. Həmən vaxtı sanki Araz göylə gedirdi. Oranı keçmək çox çətin idi. Əhali yığışıb ora Xudafirin körpüsündən keçməyə İranda buraxmırlar. Mən gördüm mümkündür, getdim poçta. Zəng elədim Bakıya. Birləşdilər, gəldi çıxdı. Kənd Təsərrüfatı Nazirinin müavini Ağa müəllim. Dedim, bəs təcili zəng elə prezident aparatına. Nələrsə çatdırsınlar ki, Cəbrayılın başçısı deyir ki, Arazın suyu azalsın. Ki, bu cəmaatı buradan keçirək. Çox şükür çatdırıldı. Səhərsi su yenəndən sonra cəmaat malında keçirdi, maşından keçdilər. Bartazdan keçəndə orada bir xanım, anam bacım olsun, hamilə idi, bir uşaq doğdu, adını qoydular Araz. Bu insanlar böyük əksəriyyəti Saatlı, Sabirabad, İmişli, Belasuvar ərazisində çadır şəhərciyində məskunlaşdılar. Və çadır şəhərciyini təsəvvür edin ki, orada bunların gündəlik qidalanması, yaşayış tərzini tənzimləmək üçün Kərəm müəllim çox fədakarlıq elədi. İnsanları çətin vəziyyətdən çıxmaq üçün hər gün onların yanında idi, hər gün onlarla təmasda olurdu. Və Cəbrayıl rayon əhalisi o vaxt 60-a yaxın rayonda və 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşmışdı. 58 rayona Cəbrayıllar səpələndi.
5 böyük çadır şəhərciyi var idi və 20 min əhali orada yaşayırdı. Kərəm müəllim özündə güc tapırdı. Rayon Mədəniyyət Şöbəsinin, rayonun o biri strukturların hamısını cəmləşdirib əhali ilə görüşürdü. Dəfələrlə gəlib şəxsi heyətin qarşısında çıxış edib, bizim polislərə ürək-dirək verib, dözüm verib ki, tezliklə Cəbrayılımız qayıdacaq, hər şey yaxşı olacaq. Demək istəyirəm ki, çox cəsarətlə, çox böyük təşkilatçılıq bacarığı ilə həqiqətən rayonu idarə etməyi bacardı. Özü çox belə ağır şəraitdə olsa da, demək olar ki, bir dəqiqə dayanmırdı. Belə sular imişdi, saatlı Sabirabad zonası, bu Aran zona olsalar da, saatların qışın, Naxçıvanın qışından betərdi. Çadır şəhərcikləri, palçıq, işıq yox, çox dəhşətli. Elə olurdu ki, zəng edirlər ki, işıq yoxdur, gəlirdim demək saat 2-də, 3-də, saatdan durub gəlirdim İmişliyə, baxırdım ki, oranın icrabaşısı yatıb, yuxudan durub üzürdüm, gəlirdi otağa, oradan zəng edirdim. İmanov, Allah rəhmət eləsin, iş idarəsində isə. Haradasa bu işığı yandırandan sonra saat 4-5 olurdu, gəlirdim saatliyə, otağa girirdim, buz kimi. İndi mən istilik yox, paltolu girirdim otağa, yatırdım paltolu. Və tezdən də saat 9-da işə getməliydim. Onun liderlik bacarığı, insanlara ilham verən natiqlik qabiliyyəti, insanlarla ünsiyyət qurmaq xarakteri onları vətən sevgisinə ruhlandırırdı. Kərəm müəllimi tanıyan, onunla az-çox, hətta az-çox, ötəri, ünsiyyətdə olan bir adam, onu görəndə elə bilir ki, ən doğma bir adamın görür. Bir dəfə yaşlı bir qadına dedim ki, icra başçısı olub, bəlkə bir inciliyiniz də var. Dedi, ay bala, burada insanlıq kara gələr, biz Kərəm müəllimin timsalında o insanlığı görürük. Bax, bu hər hansı bir insanın bütün ömrü boyu maddi və mənəvi qazançlarının içərisində ən üstünüdür. Müharibə gedir, 3 gündən bir, 5 gündən bir, 7 dənə, 11 dənə şəhid gəlir. Şəhidləri də yerləşdiririk Saatının məscidində. Bizim bir şəhidimiz gedir, düşür Mingəçevirə. Mingəçevirdə göndəriblər Qaxa. Qaxdan oranın icra başçısı zəng edib ki, Kərəm müəllim, bu səhv gəlib sizin şəhidinizdir. Təşkil elədik, o göndərdi. Mən də müavinim göndərmişəm Hacı Qabulun yanında. Dedilər, bu Murad Babayevin qohumudur. Zəng elədim Murada ki, bəs Murad belə, Allah rəhmət eləsin, qohumlardan biri rəhmətə gedib şəhid olub. Deyilən gəlsinlər, Hacı Qabulun yolunun üstündən oradan götürsünlər də. Bunlar da gəliblər, oturublar, burada rastlaşanda baxıblar ki, bunların meyidi deyil. Mənim o müavinim də zəng eləyib, bunların da deyil meyid. Elə bu momentdə cəmaat gəldi, icra hakimiyyətinə girdilər. Nə olub, kimdir? Bir Həsən kişi vardı, fin evində yaşayırdı. Dedi, Kərəm müəllim, oğlum şəhid olur, oğlumu təpəlmirəm meydin. Dedim, adı, familiyası, dedim, Ahmedov Hikmət. Dedim, gətirirlər meyidi Hacı Qabuldan, Sabirabadda çıxın qabağına, oradan aparın, mən də gəlirəm. Kərəm Əliyev Azərbaycanın ən ağır günlərində xalqını birləşdirərək ölkəsinin rifahı üçün fədakarcasına çalışmış bir ictimai-siyasi xadimdir. Onun sədaqəti, dəyanəti və xalqa olan sevgisi xalqımız və onu tanıyan hər bir insan tərəfindən yüksək qiymətləndirilir. Cəbrayılın ən ağır günlərində Cəbrayılın arxasında duran kim idi? Kərəm Əliyev idi. Ən ağır dövrlərdə Kərəm Əliyev o fəaliyyətin, o təşkilatçılığın, o bacarığın, o Cəbrayıllığın göstərdi. Bizdə bilirsiniz də bu ərzəzat məsələsi, əhali çoxlu müraciət edir. Bir də gördüm ki, Mingəçevirdən bir dənə cavan oğlan məktub yazıb mənə ki, bütün dövlət orqanlarına getmişəm, heç kim məni qəbul eləmir, mənə baxan yoxdur. Mən də demək özüm çatı almışam, sabun almışam, özümü asmağa gedirəm. Mən də buradan küçədə gedəndə bir Cəbrayıllı məni gördü, səkidə dedi ki, niyə öz icra başçımıza müraciət eləmirsən? Deyirlər, yaxşı oğlandı, hələ görməyib mənə tərəfləyib. Bu da götürüb mənə məktub yazıb ki, radikalıca sənə məktub yazmışam. Zəng elədim oradan, polis, prokuror, pensiya idarəsi, bank, səhər tezdən hamımız Mingəçevirə. Dedi, siz onu tapırsınız, saat 2-3-ün yarısında mən zəng elədilər ki, oğlanı tapmışıq, bütün məsələlərini həll eləmişik, sevincindən ağlayır, üçür. İnanmır ki, bir kağızla adam məsələlərini həll eləmək olar. Özündə səhvlərin başa saldılar. Bir aydan sonra mənə məktub yazmışdı. Ey mənim kəfənimi əlimdən alan oğlan. İnsanlar Kərəm müəllimi görəndə sanki öz atalarını görürdülər. Belə bir qayğı ilə, diqqətlə onlara yanaşdığı üçün sevinirdilər onu görəndə ki, Kərəm müəllim gəlirsə, nə isə bir yenilik var, nə isə bir
kömək var. O vaxt əhalinin pensiya təminatı məsələsində Kərəm müəllim yeniliyə imza atmış kimi oldu ki, o Statistika Komitəsindən orta statistik rəqəmlər əldə elədi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin qəbulunda oldu. Onların pensiya təminatının heç olmasa orta respublika həddində çatdırılmasına nail oldu. Bu tək Cəbrayıl rayonu üçün yox, həmən dövrü işğala məruz qalmış məcburi köçkün digər rayon əhalisinə də şamil oldu. Çörək pulların verilməsi və həmən çadır şəhərciklərində məktəblərin yaradılması və digər Bakı şəhərində, Sumqayıtda, ümumiyyətlə Abşeron bölgəsində məskunlaşmış Cəbrayıllar üçün öz məktəblərimizin fəaliyyətinin bərpasına nail oldu ki, həm də o məktəbdə işləyən işçilər, müəllimlər, texnikçilər işsiz qalmasınlar. Sabirabaddır, Saatlıdır, İmişlidir, Velasvardır bu rayonlarda bizim əhali məskunlaşan yerlərdə bunlara çörək pulları verirlər axı. O çörək pullarının da paylanması çox bir müşkül məsələdir. Mən dedim ki, bankların vasitəsilə polis işçilər də, onlar da avtobusdan oturacaqlar, başlayacaqlar Füzulidən, sonra çadırları, sonra da Bakıda Respublika Stadionunun kassalarını aldım ki, Bakı cəmaatı oradan, Sumqayıt, bütün rayonlarda belə gedib paylayırdılar, yaxşı nəticə verirdi. Bir dənə fərq oydu ki, operativ bu işləri gördüyümüzə görə bizim əhali çörək pullarını başqa rayonların əhalisindən bir ay, yarım, 2 ay qabaq alırdılar. Bizim cəmaat da bu ilə fəxr edirdi, sevinirdi. Azərbaycan torpağının yetişdirməsi olan dünya şöhrətli bəstəkar Mstislav Rostropoviç, İmişli və Saatlı rayonlarında dəmir yolu vaqonlarında və çadırlarda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitlərini və orada fəaliyyət göstərən musiqi məktəbini öz gözləri ilə gördükdən sonra çox heyrətlənmişdi. Sonra o Qərbin ən iri konsert salonlarında çıxış edərkən erməni işğalı haqqındakı faktları və həqiqətləri ürək ağrısı ilə dünya ictimaiyyətinə çatdırmışdı. Kərəm müəllim insanlar arasında milli ruhu yüksəltmək, vətənpərvərlik hisslərini gücləndirmək, onları bütün işlərdə fəallığa təşviq etmək üçün yorulmadan çalışıb. Şəhidlər kitabı da deməli buraxılması respublikada bir dəb halına düşmüşdü. Kim nətər istəyirdi, buraxırdı da. Ona görə biz istəyirdik ki, yaxşı keyfiyyətli bir kitab buraxaq. Göstəriş verdim, işlədik, yaşayıq. 5-6 aya hazırladıq, gözəl. Mən bunları təqdim edəndə valideynlərə, mən deyirdim ki, vaxt gələcək Cəbrayıl qaydanda sizin evinizə gələn qonaqlara o kitabı qoyarsınız, baxsınlar, oxusunlar. Belənçi təqdim edirdim ki, yəni bu qiymətli də, bu kitab da belənçi yadigar qaldı. Kərəm Əliyev 2000-ci ildə 95 saylı Cəbrayıl Füzuli seçki dairəsindən deputat seçilib. O, İqtisadi Siyasət Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Kərəm müəllim Milli Məclisdə olduğu dövrdə də o bu proseslərə öz töhfəsini verdi. Yəni Kərəm müəllim təkcə yəni icra başçısı, millət vəkili kimi yox, həm də yaxşı bir iqtisadçı kimi tanınır. Yəni Azərbaycan iqtisadiyyatını yaxşı bilir, iqtisadi sahəni dərindən bilir, gözəl bilir. İqtisadiyyat Komissiyasının üzvü kimi demək olar ki, bütün qanunların üzərində 60-70% mən işləmişəm. Hətta elə qanun olub ki, məsələn, Avrasiya qanunu. O qanunu mən işləmişəm. Mənim qəbuluma düşən insanları Bakıda rayon icra başlarına zəng edirdim, gətirdim qapıda ərizəsini istəmirdim. Orada həll edib yola salırdım. Kərəm Əliyev deputat fəaliyyəti dövründə ona göstərilən etimadı layiqincə doğrultdu. O, xalqının ağrısını dünyanın ən mötəbər kürsülərindən səsləndirməkdən çəkinmədi. Kərəm müəllim deputat kimi də yeni müstəqil Azərbaycanın qanunvericiliyinin formalaşmasında çox aktiv fəaliyyət göstərdi. Azərbaycan reallığını, Azərbaycan həqiqətlərini bütün dünyaya yaymaqda çox böyük onun beynəlxalq fəaliyyəti də var. Bir dəfə Fransanın bu parlamentin sədri, Ponseli bizi dəvət eləmişdi Gürcüstana. Çünki ermənilərlə bizi görüşdürsünlər. Murtuz müəllim, mən, Zahid Qaralov, Allah hər ikisinə rəhmət eləsin, biz Gürcüstana getmişdik. İclas vaxtı Ponselə bir dəqiqə, 2 dəqiqə giriş sözünə çıxış elədi. Ondan sonra sözü verdi Murtuz müəllimlə, ermənilərin Milli Məclisin sədrlərinə.
Bunların çıxışları qutarandan sonra konsulə ayaq durdu, getdi. Mən yerdən dedim ki, konsulə, dedilər ki, Azərbaycanın deputatı sizi soruşur. Zəhmət olmasa əyləşin, mənim sizə suallarım var. Bunlar tezdən qayıtdılar, oturdular. Dedim ki, bizi bura niyə çağırmırsınız? Biz Bakıdan bura 500 kilometr, qayıtmaq da 500 kilometr, 1000 kilometr yol eləyir. Bəs yaxşı, ermənilərlə bizi çağırırsınız görüşə, bəs ermənilərlə bizim aramızda olan münasibətlərə dair heç söhbət getmədi. Mənim sənə suallarım var, dedim. Sən bir fransız kimi mənə cavab ver, görüm. Eşitmişəm ki, Fransada falan qədər erməni yaşayır. Mənim bir dənə sualım ondan ibarətdir ki, sizdə yaşayan ermənilər və onların yaşadığı əraziləri, Ermənistanın parlamenti məsələ qaldısa ki, orada yaşayan ermənilər ərazilərlə Ermənistana verilsin, bir fransız kimi mənə də görüm, neyniyərsən, necə reaksiya verərsən? Bu bir. İkinci bir tərəfdən. Dedim, sənin ölənlərin var, atan, anan, qohumlarından. Mənim dedim, anam, qardaşım bir günə rəhmətə gedib, qohumlarım rəhmətə gedib. 25 ildir mən onların qəbri üstünə gedə bilmirəm. Mənim vəziyyətimi başa düşürsən. Və digər misallar çəkdiyim çadır şəhərində yaşayan insanların, uşaqların, əskərlik yaşı tamam uşaqların çəkiləri uyğun gəlmir, sağlamlıqları uyğun gəlmir. Başda bu genosiddir da millətə qarşı. Sən bunlara reaksiya vermirsən, lütfü deyir bu suallara Ermənistanın parlamentin sədri cavab versin. Bu da təzə seçilmişdi, kök bir kişi idi. Durdu, danışdı. Biz fransızlarla belə qardaşıq, nə bilim, nəyik. O ki, qaldı Qarabağa. Bizimdir deyəndə, əstəğfurullah, heç gözləmirdim. Murtuz müəllim buradan tullandı, pələk kimi onun üstünə ki, üzr istəyirəm, təhqir elədi. Sən kimsən? Mən professoram. Sən tarixi bilmirsən, ağzıma gələni danışdın. Nəysə, bunları biraz sakitləşdirdi, elədi. Məsələ qutardı, müzakirə oldu. Biz dediyimiz formada məsələlər öz müsbət həllini tapdı. Həyatda ən böyük qazanc xalqın sevgisini qazanmaqdır. Bu xoşbəxtliyə o öz səmimiyyəti və fədakarlığı ilə nail olub. Mən Avropa İttifaqının üzvüydüm, mən idim. Bizim komissiyanın sədri Asəf müəllim, akademik. Gülçöhrə xanımdır, arxitektura institutunun direktoru, sonra Anar, Allah rəhmət eləsin, Məmməd xanlı. Məndə deməli, məruzə Bakı-Tbilisi Ceyhanın layihələri dövrü gedir. Ermənilər aləmi qatışdırıblar ki, bunu tikmək olmaz, istəyirlər ki, bizə pul verilməsin, belə bir momentdədir. İclas başlamamışdan qabaq, dedilər ki, bizim komissiyaya baxan, onlardan Avropa İttifaqından, bizim də komissiyanın sədri Almaniyadandır, qadındır. Və bizdə kişi xaylağı isə Çexoslovakiyadandır. Dedilər ki, bu Avropa İttifaqının gündəliyinə Ermənistanın genosid məsələsində gündəliyə çıxardır. Bunu eşidən kimi mən dəli oldum. İndi mənə çıxış gəldi. Anar əvvəlcə birinci anar çıxış elədi, Allah rəhmət eləsin. İndi söz gəldi, mənə verdilər. Mən də sədrdən xahiş elədim ki, olar mən məruzədən qabaq bu kişiyə bir sualım var. Onları verim, ondan sonra məruzə keçərəm. O da sağ olsun, dedi, olar. Buna dedim ki, sənin neçə yaşın var? Dedi, filan qədər. Dedim, atan neçə yaşı var? Filan qədər. Dedim, nə sənin, nə də atan yaşı 15-ci ildə bu genosid məsələsini görmürəm. Siz onu iştirakçısı deyilsiniz və fərziyi ilə danışıb belə gündəliyə məsələ çıxardırsınız. Ayıb deyil sizin üçün. Əgər sən istəyirdə işləmirsən, bütün ölkələri yaxşı tanıyırsan, özdə Rusca yaxşı bilirsən. Azərbaycandan 1 milyon qaçqın var. Niyə onları gündəliyə çıxartmırsan? Hə? İndi sənə bir söz deyəcəm, dedim. Sən bilirsənmi ki, ermənilər 1 metr diametrində olan turbaları içərisinə ağsaqqal kişiləri, uşaqları, qadınları, hamısını yığıblar, qaynaqla bağlayıblar və odun üstünə qoyub onları yandırıblar, belə cinayət ediblər. Və sənin kimləri də şirnikləndiriblər. Kaş mən sənin uşaqların çörək yeyəndə gəlib onların sifətinə baxıydım. Haram çörəklər yedirdim mənə. Və ona dedim ki, sən bilirsənmi ki, sən də ermənilərlə paralel bu cür hərəkət eləməklə bu cinayətə girirsən. Və sən inanıram ki, o dünyada Allah sənin bu haqq hesabı verəcək. Yadından çıxartma sən bunu. Mən öz məruzəm qutarandan sonra yekun vuranda bu çıxış elədi. Qayıtdı ki, mənim ən çox xoşuma gələn məruzə Qəsbədin Aliyev. Mən başladı tərifləməyə. Və məndən xahiş elədi ki, mümkünsə məruzəzin kopyasını mənə verin. Belə adamların obrazını ədəbiyyata gətirmək lazımdır. Aristotelin bir sözü var, deyir ki,
ədəbiyyat tarixin özündən də yaxşı yaşanır. Gələcək nəsillər belə adamlardan nümunə götürməlidirlər. Nümunə götürməlidirlər ki, məsələn, Kərəm Əliyev kimi köhnə kişilər var. 2020-ci ildə 44 günlük vətən müharibəsi başlayanda Kərəm Əliyevin oğlu Fərid Əliyev könüllü əsgər olaraq cəbhəyə yollandı. Ailəsinin haqqını halal etməsini istəyən oğul atasının vətənə sədaqət və bağlılıq ruhunu yaşadaraq döyüşlərdə fəal iştirak etdi. Əvvəlcə o Tovuz rayonunda baş verən döyüşlərdə də könüllü mülki formada iştirak etmişdi. 44 günlük 2-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra o, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müharibə iştirakçısı və Füzulinin azad olunması medalları ilə təltif olunaraq müharibə veteranı adını qazandı. İki dost Qarabağda döyüşlərdə ermənilərdən götürdükləri tankı Bakıda hərbi qənimətlər parkında görüb, yanında rəsm də çəkdirdilər. Onun ali təhsilli balaları, nəvələri çox yüksək intellektə malik. Bir neçə xarici dildə sərbəst danışan nəvələri onun könüllü olaraq 44 günlük müharibədə vuruşan oğlu. Bunlar hamısı Kərəm müəlliminin o irsi xüsusiyyətlərinin, onun verdiyi tərbiyənin nəticələridir. Pedaqoqlar belə bir maraqlı fikir deyirlər ki, ən böyük tərbiyə şəxsi nümunədir. Bax, bu mənada Kərəm müəllimin o təbiətindəki saflıq, onun nitqindəki sağlamlıq, onun əslində obrazının parlaq görünən tərəfləridir. Kərəm müəllim həm də əskər atası oldu. 44 günlük bizim zəfərə gətirən müharibədə oğlu da iştirak elədi Kərəm müəllimin və mənə qismət oldu ki, Kərəm müəllimlə biz Cəbrailə ziyarətdə bir yerdə olduq. Cəbraildə Kərəm müəllimin o ata ocağına necə kövrəkliklə, məhəbbətlə yanaşmasının şahid oldum. 60 illik ərəfəsində Kərəm müəllim haqqında yazılmış Bir Ömrün Odessiyası kitabında çox gözəl bir ön söz yazmışdı hörmətli akademikimiz mərhum Tofiq Hacıyev. Deyir ki, Kərəm müəllim həqiqətən həm səmimiyyəti, həm ləyaqəti öndə duran bir insanıdır. Nə yaxşı ki, Cəbraillər bilirsiniz ki, alimlər, ziyalılar rayonuydu. Bu rayona nə yaxşı ki, Kərəm müəllim kimi rəhbər təyin olunmuşdu o vaxt. O, vətənin mədəni dəyərlərinin və ənənələrinin yaşadılması, gənc nəslə ötürülməsi üçün çalışır və onun bu istiqamətdəki fəaliyyəti yalnız öz bölgəsinə deyil, bütün Azərbaycan xalqına xidmət etmək əzminin göstəricisidir. Deputat fəaliyyəti dövründə də o həmişə insanlarımızın yanındaydı, onların qayğıları ilə maraqlanırdı və o dövrdə Milli Məclisdə də o köçkün əhalinin istək və arzularını həyata keçirməsi üçün fədakarlıq göstərirdi. Məcburi köçkünlərin, Qarabağ həqiqətlərinin səsin Avropa İttifaqı Komissiyasına qədər də orada nümayəndə heyətin üzvü olduğu kimi çatdırmağı bacarırdı. Elə bil ki, səxavətlilik, hamıya qarşı hər bir sorğuya cavab qabiliyyəti buna ana bətnindən gəlir. Mən hesab edirəm ki, o çox şərəfli bir həyat yolu keçib və Cəbrail ziyalıların içərisində ən yuxarı səviyyədə sayılan, seçilən şəxsiyyətlərdən biridir. Kərəm müəllimin fəaliyyəti gözlərinin qabağındadır. Kərəm müəllimin Cəbraildə gəzməyə, oturmağa, durmağa, istirahət eləməyə çox böyük mənəvi haqqı var. Ona birinci möhkəm can sağlığı arzuluyuruq və ən böyük arzumuz odur ki, Kərəm müəllimin 75 illiyin möhtəşəm şəkildə Cəbrailimizdə keçirir. Çünki Kərəm müəllimin buna böyük haqqı var. Kərəm müəllimin 75 yaşı tamam olur. Doğrudan da o yaşı vermək olmur, çünki həmişə uşaq görünür, həmişə belə mətin görünür, həmişə cəsarətli görünür. Arzu edirəm ki, Kərəm Əliyevin növbəti yubileyini doğma Cəbraildə keçirək. Əlbəttə, Kərəm Əliyev adi bir Azərbaycanlıdır. Onun kimiləri cəmiyyətin dəyərlərini qoruyub saxlayır, cəmiyyəti gözəlləşdirir. Vacib deyil ki, hamı dahi olsun. Bu heç mümkün də deyil. Ancaq hər kəs istəsə öz nəfsinə qalib gələ bilər, tutduğu vəzifədə vicdanla işləyə bilər. Bunun üçünsə sadəcə iradə sahibi olmaq gərəkdir. İradə haqqın, Tanrının insana mükafatıdır. Ulu Tanrı Kərəm Əliyevə bu mükafatı verib. Xalqımızın belə bir deyimi var ki,
dünya yaxşı insanların çiynində dayanır. Həmən yaxşı insanlardan biri də Kərəm müəllimdir. Bax, onun yaxşılığı, onun o səmimiyyəti, onun ləyaqəti də sonda Kərəm müəllimi öz ailəsi ilə Məkkə ziyarətinə apardı, müqəddəs yerləri ziyarət elədi. Arzu edirəm ki, o Allahın ona bəxş elədiyi o xoş təbəssüm, xoş niyyət, o xeyirxahlıq heç vaxt ondan əski olmasın. Mən inanıram ki, Kərəm müəllim elə belə də qalacaq. Ona uzun ömür arzulayıram, can sağlığı arzulayıram və dünyanın ən gözəl neməti olan xoşbəxtliyi arzulayıram. Bu adam 75 il ərzində zahirdən gördüyümüz o gözəlliyini, harmoniyasını daxilində də necə həssaslıqla və ən başlıcası səmimiyyətlə və məsuliyyətlə qoruyub saxlayıb. Mən hesab edirəm ki, Kərəm müəllimin ən böyük nailiyyətidir. 75 illik həyatında onun ən böyük uğurudur. Mən Kərəm müəllimi 75 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Kərəm müəllimin potensialı hələ böyükdür. Ona gələcək fəaliyyətində uğurlar arzu edirəm. Yubiley münasibətilə dostumu təbrik edirəm. Ona sağlam ömür arzulayıram və onun xarakterinə xas olan bütün müsbət cəhətləri həmişə qoruyub saxlamağı arzu edirəm. Kərəm müəllim bu gün də öz fəaliyyətini müxtəlif çıxışları ilə, ərsəyə gətirdiyi kitablarla, yazdığı məqalələrlə bu prosesə öz töhfəsini verməyə çalışır və deyə bilərik ki, dövlətin siyasəti dəstəkləyir və cənab prezidentin yaxın silahdaşlarından biri kimi bu prosesə öz töhfəsini verir. Milli ordumuz və bütün xalqımız bir yumruq kimi birləşərək ayağa qalxıb bizə bugünədək edilən əzabların əvəzini qat-qat çıxaraq 44 gün ərzində torpaqlarımızı yağı düşmənlərimizdən azad etdilər. Məhz bu baxımdan Ali Başkomandan, Azərbaycan Respublikasının prezidenti, Qarabağın fatihi cənab İlham Heydəroğlu Əliyevə, həmin dövrdə müharibədə iştirak edən döyüşçülərimizə, o cümlədən öz oğlum Fəridə, cəmi şəhidlərimizə, Allah onlara qani-qani rəhmət eləsin və yerləri behiştlik olsun. Qəhrəman qazilərimizə, müharibə veteranlarımıza böyük hörmət və ehtiramı bildirmək istəyirəm. Biz Allahın məsləhət bildiyi bir gündə həyatdan köçüb gedəcəyik. Amma gələcək nəsillər sizi heç vaxt unutmayacaq. Onlar sizin haqqınızda dastanlar, romanlar yazacaq, əfsanəvi filmlər çəkəcək və sizi öz qəlblərində əbədiləşdirəcəklər. Böyük nəsil Cəbrayılların bir hissəsi indi buradadır. Siz Cəbrayılla nəfəs alan adam olmuşsunuz. Cəbrayılla yaşayan adam olmuşsunuz. Yəni, bütün varlığınızla Cəbrayıla bağlı adam olmuşsunuz. Heç təsadüfi deyil ki, indi sizin yubileyinizdir. Yubiley ərəfəsində Kərəm müəllim gəlib, hara? Cəbrayıl şəhəri. Bura. Bax, sizlərlə görüşə gəlib. Cəbrayıllar da sizi çox istəyir. Bunu da biləsiniz. Hamımız bir Cəbrayıllı olaraq o köhnə adət ənənəyə qayıdırıq. Çünki ayağımızın altındakı torpaq Cəbrayıl. Çünki nəfəs aldığımız hava Cəbrayıl havası. Mən 1-ci Qarabağ müharibəsinin iştirakçısı kimi onu da deməyi özümə borc bilirəm ki, biz bu şərəfli qələbəmizin eyfariyasına uyub ehtiyatı əldən verməməliyik. Çünki bizim tarixi düşmənlərimiz dünyada mövcud olan düşmənlərin hamısından qat-qat təhlükəli, hiləgər, məkirli, xain, çirkin, ən alçaq məxluqlardırlar. Yəqin ki, bir müddət sonra onlar öz məkirli planlarını həyata keçirmək üçün gözlənilmədən bizə arxadan xaincəsinə zərbə vurmağa da çalışacaqlar. Ona görə də biz bu hadisələrə həmişə ayıq, sayıq və hazır olmalıyıq. Hətta bununla əlaqədar xüsusi dövlət proqramı qəbul edərək bağçalarda, məktəblərdə, iş yerlərində və digər vacib yerlərdə ciddi təbliğat işləri aparmalıyıq. Sonda mən bütün xalqımıza firavanlıq,
xoşbəxtlik və mənalı günlər arzulayıram. Allah xalqımızı, millətimizi qorusun.